Ölkə üzrə keçirilən geniş miqyaslı əməliyyatlar nəticəsində narkotik cinayətləri ittihamı ilə 121 nəfər saxlanılıb. Onlardan 59-u narkotik vasitələrin satışı sxemində müxtəlif formalarda iştirak etməkdə şübhəli bilinir. Daxili İşlər Nazirliyindən 24 News xəbər portalına verilən məlumata görə saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Şübhəlilərin üzərində, yaşayış evlərində və avtomobillərində aparılan axtarışlar, eləcə də istintaq eksperimenti zamanı onların göstərdikləri ünvanlardan satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq davam etdirilir. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Nazirlikdən bildirilib ki, cari ilin ilk 6 ay ərzində narkotik cinayətləri ilə bağlı təxminən 5000 nəfər cinayət məsuliyyətinə cəlb olunub.